Kosmosda Azərbaycanla bağlı bu obyektin olduğunu bilirdiniz. Asteroid qurşağı Mars və Yupiter planetləri arasında yerləşən müxtəlif ölçülərdə milyonlarla asteroidin olduğu bölgədir. 62-62 Cavid asteroididir. 1 sentyabr 1978-ci ildə Krım Astrofizika Rəsədxanasının Sovet astronomu Nikolay Çernych tərəfindən kəşf edilmişdir. Asteroid Azərbaycanın tanınmış şairi, dramaturqu Hüseyn Cavidin şərəfinə adlandırılmışdır. Cavid Şeyxsanam və Xəyyam kimi bir sıra tarixi əsərlərin müəllifidir və əsərlərində irəliləyişçi romantizm ideyalarını təbliğ etmişdir. Cavid 1937-ci ildə dissident kimi ittiham olunaraq Sibirə sürgün edilmişdir. Bu asteroid Günəş ətrafında bir dövrü təqribən 1809 günə, ilə çevirsək 4,95 ilə tamamlayır. Fiziki xüsusiyyətlərinə görə diametri təqribən 8 kilometrdir. Asteroidin öz oxu ətrafında dövr etmə müddəti 8,2 saatdır. Alternativ adları 1978 RC, 1977 LH1, 1988 UG1. Azərbaycanla bağlı digər obyektlər barəsində məlumat əldə etmək üçün aşağıdan keçid edə bilərsiniz.